Hər kəsə salam, mənim adım Fatimə. ADU Universiteti Kommunikasiya Dizayni ixtisası tələbəsiyəm. Eyni zamanda EAP proqramının D qrupu tələbəsiyəm. Bu videoda əsas danışmaq istədiyim mövzu EAP proqramının D qrupu haqqındadır. Bu videonu çəkirəm çünki EAP proqramının digər qrupları A, B, C haqqında minimal da olsa bir məlumat olduğu halda D qrupu haqqında hər hansı bir məlumat görmədiyim üçün bu videonu çəkirəm. Öz şəxsi təcrübələrimə əsaslanaraq təbii ki. Ümumiyyətlə EAP proqramı nədir? Hansı qruplara əsasən şagirdlər, tələbələr bölünür və dərslər necə keçirilir, mənfi və müsbət cəhətləri, kimlər üçün uyğundur, kimlər üçün uyğun deyil və D qrupundan məzun olduqdan sonraki proseslərin hər birini mərhələli şəkildə bu videoda izah edəcəm. Bu video kimlər üçündür, onu da vurğulayım. ADA Universitetinə yeni qəbul olanlar üçün, yəni hal-hazırda dekabr ayıdır, yəni böyük ehtimal ki, bu video sizə 2026-nın sentyabrında daha çox yardımcı olacaq. Daha sonra EAP proqramı haqqında maraqlananlar üçün və EAP-nin sadəcə xüsusi olaraq D qrupu üçün maraqlananlara görə. EAP-nin D qrupu üçün maraqlananlara. EAP-nin D qrupu haqqında maraqlananlar üçün. Biraz xəstəyəm, ona görə səsim tutulub, amma bu videonu indi sevməsəm edə bilərsiniz ki, sağal sonra səyinə məcburdur ki, indi çəkirsən. İndi çəkirəm çünki hər dəfə mən videonu ertələyirəm. Sentyabr ayından demişdim ki, YouTube üçün video çəkəcəm. Ancaq dekabrda 2-3 gün sonra artıq 2026-ya keçirik, amma mənim hələ də bir videom yoxdur. Bu səbəbdən artıq ertələmək istəmədim və başlamaq istədim. Nəysə, qayıdaq əsas mövzumuza. Deməli, birinci EAP-nin nə üçün təşkil olunduğunu, yəni EAP niyə var, nə üçündür, tələbələri EAP proqramında nə gözləyir? İlk öncə ümumi bir məlumat vermək istəyirəm bu haqda. EAP-nin xüsusi bir açılışı var, onu burada qeyd edəcəm. Qısaca sizi əsas təhsil üçün akademik şəkildə dərslərə hazırlayır. Yəni akademik ingilis dili proqramıdır. Burada sizi C1, C2 səviyyəsinə çatdırmır. B2 səviyyəsi kifayət olaraq mənimsənilir, yəni kifayət hesab olunur. Eyni zamanda deməli EAP qrupuna kimlər müraciət edə bilər? EAP qrupunda kimlər oxuyur, təhsil alır? Belə deyim, ADU Universitetinə qəbul müxtəlif yollarla mümkündür. Yəni deməli ADU Universitetinin müxtəlif qəbul yolları var. Bura DIM, SAT, beynəlxalq ingilis dili proqramları, IB-AP, Respublika Olimpiyadası ilə qəbul olunmaq. Bir də beynəlxalq vətəndaşlıqdan istifadə edərək qəbul olunmaq mümkündür. Yəni bu yollarla siz ADU Universitetinə qəbul ola bilərsiniz. Eyni zamanda başqa bir proqram da var, non-degree proqramı. Onu da başqa bir videoda istəyənlər üçün ayrıca çəkərəm. Çünki burada əsas məqsədimiz EAP haqqındadır. Deməli, EAP proqramı necə olur? Əgər siz DIM ilə gəlmişsinizsə və sizin IELTS, TOEFL və yaxud da Duolingo'dan B2 səviyyədə olduğunuzu təsdiqləyən, B2 və ya B2 üstü səviyyədə olduğunuzu təsdiqləyən bir sertifikatınız yoxdursa, siz EAP proqramında iştirak etməlisiniz. Amma və lakin, əgər siz öz ingilis dilinizə güvənirsinizsə, yəni deyirsinizsə, mənim sertifikatım yoxdur, amma mən ingilis dilim əsas təhsildə iştirak edəcək qədər yaxşıdır. Onda universitet sizə belə bir şans yaradır ki, anladım, sənin sertifikatın yoxdur, bugünə kimi heç bir imtahanda iştirak etməmsən. Çünki yəni bildiyiniz kimi IELTS-də, TOEFL-da, elə Duolingo'nun özüdür. İmtahanları həqiqətən də yüksək məbləğlər təşkil edir və hər kəsin bu imtahanlarda iştirak etmək şansı yoxdur və yaxud da iştirak etmək istəmir hər kəs. Ona görə universitet sizə belə bir şans yaradır ki, universitet sizə deyir ki, mən səni anladım, sənin sertifikatın yoxdur, ümumiyyətlə heç bir imtahanda iştirak etməmsən və özünü sübut eləmək istəyirsən. Mən sənə şans yaradıram ki, gəl, mənim sənin üçün təşkil etdiyim imtahanda özünü sübut et.
60 baldan 60 bal və yaxud da 60 bal üzəri bir bal topla, B2 səviyyədə olduğunu təsdiq et və əsas təhsilə keçid et. Amma əgər 60 baldan aşağı toplasan, yığdığın bala uyğun olaraq müvafiq qruplara yerləşdiriləcəksən. Məndə də belə oldu. Mənim əslində öz təcrübələrimdən nümunə verim. Mən öz ingilis dilimə güvənirdim. C1 səviyyədə olmadığımı əlbəttə bilirdim. Ancaq B1, B2 arası olduğumu bilirdim. Əslində istəsəydim Duolingo'dan imtahan verib sertifikatımı alıb əsas təhsilə keçə bilərdim. Duolingo imtahanı verə biləcək səviyyədə idim. Lakin həm vaxtım az idi, həm də birbaşa əsas təhsilə başlamaq istəmədim. Çünki ADA-nın proqramı digər universitetlərdəki proqramlarla eyni deyil, tamamilə başqa beynəlxalq bir proqramdır və buna uyğunlaşmaq, həm də müəllimləri tanımırdıq, müəllimləri özümüz seçməliydik, cədvəli özümüz qurmalıydıq. Bu kimi problemlərlə üzləşmək mənim üçün hələ çox tez idi. Buna görə də mən istəmədim ki, birbaşa əsas təhsilə başlayım. Buna görə İEP-yə qatılmaq istədim. Həm də ingilis dilimi daha da gücləndirmək istədim. Çünki yəni sadəcə ingilis dilində müəyyən səviyyədə yaxşı olmaq demək deyil ki, siz əsas təhsilə hazırsınız. Bəzən elə tələbələr olur ki, imtahanda yüksək yığsalar da əsas təhsilə hazır deyillər və onlar da İEP proqramını götürmək üçün müraciət ediblər. Kifayət qədər də tələbə tanıyırdım öz qrupumdan bu halla üzləşən, belə deyim. Deməli, necə olur? EP Exam adlı bir imtahana dəvət edilirsiniz qəbul aldıqdan sonra, əgər ingilis dili sertifikatınız yoxdursa. Və bu imtahan 2 mərhələli şəkildə təşkil olunur. Hər 2 mərhələ 50 baldan ibarətdir və siz, səhv eləmirəmsə 50 baldan ibarətdir və siz ilk imtahana girirsiniz. İlk imtahanın 50%, yəni 25-dən yuxarı topladığınız təqdirdə ikinci etaba çağırılırsınız. İkinci etapdan da toplamda 60 balı keçsəniz, onda əsas təhsilə keçmək haqqınız olur. Yox, əgər 60 baldan aşağı toplayırsunuzsa, yığdığınız ballara uyğun olaraq qruplara bölünürsünüz. Burada 4 qrup var. A, B, C və D qrupları. A qrupu A1, B qrupu A2, C qrupu B1 və B1 mənfi, belə deyim də, B1 minus, D qrupu da B2 minus, B1 plus olaraq gedir. Yəni tam B2 deyil, çox yaxında, amma tam B2 deyil də, belə izah edim qısaca. Mən əslində ilk başlar düşünürdüm ki, C qrupuna düşərəm. Çünki özümün A2 səviyyəsində olmadığımı bilirdim. Bilirdim ki, A2-dən yuxarıyam, amma tam olaraq B1 olduğumu da düşünmürdüm. Deyirdim ki, yəqin ki, C qrupuna düşərəm və D qrupuna düşməkdən qorxurdum. Çünki D qrupu haqqında yaxşı şeylər eşitməmişdim. D qrupunun çətinlikləri ilə bağlı bir çox şey eşitmişdim. İndi birazdan onları da qeyd eləyəcəm videoda. Və istəyirdim ki, C qrupuna düşüm və 1 illik təhsildə oxuyum. Və onu da qeyd edeyim ki, bu qruplardan A, B və C qrupları 1 illik proqramdır. Ancaq D qrupu 1 semestrlik proqramdır. Yəni, məsələn, indi mənim kimi dekabrın 25-i bütün proqram bitdi, final imtahanları verildi və hal-hazırda mən boşam. Amma digər qruplar hələ də imtahanlar davam edir və gələn semestrdə davam edəcək və onlar əsas təhsilə yalnız 2026-nın sentyabrında qatılma şansları olacaq. Əlbəttə, onlara da yenə şanslar yaradılır, onu da birazdan qeyd edəcəm. Deməli, indi danışmaq istəyirəm D qrupundan. D qrupu əsasən 50-60 bal arası yığanlar və yaxud 55-60 bal arası yığanlar, məncə 50-60-dır. O bal arası yığanlar D qrupuna düşürlər. Yəni, qısaca B1 plus səviyyədə olanlar D qrupuna düşürlər imtahandan sonra. Və imtahanda cavabınız çıxdı, sizə mail göndərildi ki, siz D qrupundasınız, sizi nə gözləyir? Deməli, ümumiyyətlə, İEP proqramında 3 fəndən dərs tədris olunur, 3 fən tədris olunur. Birincisi reading writing, ikincisi language use, üçüncüsü də listening speaking. Bu 3 dərs üzrə sizə akademik şəkildə ingilis dili öyrədirlər, səviyyəniz uyğun olaraq. Bəzi tələbələr tanıyıram ki,
onlar 60 bal üzəri yığsalar da bilərək A1-dən başlayıblar, yəni A qrupundan. Mən əslində bunu tövsiyə etməzdim. Nəyə görə? Çünki A1 səviyyə həqiqətən əgər siz 60 baldan yuxarı yığırsınızsa, A1 səviyyə sizin üçün çox su kimi gələcək bir şeydir və sıxılma şansınız çoxdur. Yəni mən həqiqətən çox qorxurdum ki, birdən suallar nəsə səhvlik eləyərəm və A1-ə düşərəm və yaxud da A2-yə düşərəm. Çünki yəni A və yaxud da B qrupuna düşərəm. Çünki mənə görə elə gəlirdi ki, əgər mən o qruplara düşsəm, amma çox sıxılacam və bezəcəm. Hətta D qrupunda olduğum halda belə bəzən çox sıxılırdım. Düşün, bir də A qrupunda olsam nələr olardı, Allah bilir. D qrupundan ayrılmayaq. Biraz çox danışdım. D qrupunda qalaq. İndi keçmək istəyirəm sadəcə D qrupunun dərslərinə. Çünki digər qrupların dərsləri ilə bağlı çox da bir məlumatım yoxdur. Əsasən C və D qrupu ilə bizim imtahan günlərimiz üst-üstə olur. Çünki C qrupu B1 mənfi səviyyə, D qrupu isə B1 plus səviyyədir. Yəni çox oxşardır, amma yenə də C-lər 2 semestr bir proqram keçirlər. C-lərin proqramı 2 semestrdir, D-lərin proqramı isə 1 semestr təşkil olur. Deməli, indi nədən başlayaq? D qrupunun dərsləri. D qrupunda da ümumiyyətlə dediyim kimi EAP-də 3 dərs, languages, listening, speaking və reading, writing tədris olunur. Və burada sizə akademik ingilis dilin öyrədilir. Fərqli müəllimləriniz olur, instruktorlarınız olur. Məsələn, bizim bir müəllimimiz Azərbaycanlı ikən, digər müəllimimiz Manchesterlı bir müəllim idi, listening speaking müəllimimiz. Və bu həqiqətən bizim üçün çox böyük şans idi. Çünki qaydaları başa düşmək üçün Azərbaycanlı bir müəllimin olması həm özümüzü ona çox yaxın hiss edirdik. Çünki o bizi anlayırdı. Yəni bir Azərbaycanlı olaraq Azərbaycanlı bir tələbənin halını anlayırdı. Eyni zamanda listening speaking dərsi üçün də xarici bir müəllimin olması bizim üçün ona görə yaxşıdır ki, adı üstündən dərs danışıq dərsi idi və sizi sadəcə ingilis dilində başa düşə bilər o müəllim. Ona görə ancaq ingilislə danışırsınız. Bir də onu deyim ki, məsələn, mən eşitmişəm ki, digər universitetlərin ingilis dili proqramında dərsdə müəyyən qədər Azərbaycan dili istifadə olunmasına icazə verilir. Bilmirəm bu nə qədərdir. Bizdə də icazə verilir, amma çox az. Yəni, bir-iki sözü biz Azərbaycan dilində istifadə eləyərdik və yaxud da yox. Yəni, istifadə etdiyimizdə müəlliməmiz bizə şokolad gətirməklə cəzalandırardı. Ona görə, yəni, burada xüsusi ingilis dildir sadəcə. Yəni, burada Azərbaycan dilində söz gedə bilməz. Dərs zamanı. Dərsdən kənar da əslində müəllimə bizlə ingilislə kommunikasiya qurmağa çalışsa da mən daha çox sıxılırdım, Azərbaycan dilinə qayıdırdım. Yəni, ingilis dilindən artıq bezirdim. Çünki nə qədər ingilis dilində eşidər bir insan. Tamam, öz təcrübələrimdən çıxıram və D qrupuna qayıdıram. D qrupunda elədir ki, siz sentyabrda başlayırsınız, sentyabrın 8-i və dekabrın axırına qədər siz bütün bir proqramı bitirməlisiniz. Yəni, bu çox qısa bir müddətdir. Bu qısa bir müddətdə sizin nə qədər imtahanlarınız olur, həm finallarınız, həm midtermləriniz, həm sizə 2.5 bal verən balaca olsa da əslində overall grade-inizə böyük təsiri göstərir. Belə deyim. Ümumiyyətlə, EAP proqramını keçmək üçün sizin həmən o 3 saydığım fəndən, reading, writing, languages və listening, speaking-dən overall, yəni ümumi qiymətiniz, ortalama qiymətiniz 73%-dən yuxarı olmalıdır. Bu 73%-də C qiyməti, yəni A, B, C qiyməti olur universitetlərdə, D, F onlarda olur. Sizdən C və yaxud da C üzəri bir faiz toplamanız tələb olunur. Və bu faizlər də necə olur? EAP proqramında, əsas təhsildə də əslində bəzi dərslərdə elədir. Mən EAP-ni əsas götürəcəm. EAP proqramında elədir ki, hər dərs üzrə, məsələn, götürürəm listening speaking-i. Listening speaking-in ümumi bir finalı var. Amma o final sadəcə 20, 10, 30 bu şəkildə təşkil edir. Qalan o bal, 100 balın qalan balı dərsdə iştirakınız. Məsələn,
dərs üçün müəyyən bir qayıb sayı, məsələn, atıram 4 qayıb icazə verilibsə, 4-dən artıq olduğu zaman artıq listening speakingin ümumi qiymətindən sizin faizinizdən aşağı düşür. Attendance o 5 baldır. Sonra participation, sizin dərsdə iştirakınız sizə yenə 5 bal verir. Və yaxud akademik vocabulary 2.5 bal verir. Amma siz o imtahana qatılmadığınız zaman 100 baldan 2.5 balı itirirsiniz. Yəni dama göl olur məsələ dərsində. Burada da onlar yığılır və sizin yekun bir qiymətiniz alınır. Yəni burada EYP proqramında tam olaraq midterm, final kimi bir anlayış mən çox görmədim. Sadəcə balaca hissələrə bölünüb ballar və siz o balları yığırsınız. Sonda da final bir imtahan olur. Amma əsas təhsildə əlbəttə ki, midterm imtahanları olur. Deməli, indi keçək. Dediyim kimi də qrupunda siz çox qısa bir müddətdə, yəni həqiqətən bir proqramı bitirməlisiniz və onun imtahanlarını verməlisiniz. Burada belə deyim, mən sıxıcı olub olmamağından da biraz danışmaq istəyirəm. Dediyim kimi, əgər bir illik bir proqramda olsaydım, çox sıxılardım. Məsələn, A1-də olsaydım, çox sıxılardım mən. Amma belə də bir şey var ki, digər proqramlarda role play oyunlar olur. Yəni, məsələn, atıram hər hansı bir hadisəni ingilis dilində onlar səhnələşdirirlər. Bu kimi oyunlar çoxluq təşkil edir və yaxud da Booklet, Quizlet, yəni belə vokabulary oyunlarıdır, lüğət oyunlarıdır, çox təşkil olunur digər qruplarda. Bizdə də təşkil olunur, amma sadəcə lüğət təşkil olunurdu. Yəni sadəcə vokabulary üzrə oyunlar keçirilirdi. O da yəni çox çəkmirdi, maksimum 10 dəqiqə falan çəkirdi. O digər səsləndirmə deyirəm. Role playlər bizdə olmurdu. Çünki bizim vaxtımız yox idi oyunlar üçün. Sadəcə qısa bir müddətdə bütün proqramdakı bütün qaydaları, bütün imtahanları verib bitirməliydik. Yəni necə 2 dənə 7.5 həftəlik səhv eləmirəmsə bir proqramdır. Elə idi, səhv eləmirəmsə. Əgər tapsam burada yenə yerləşdirərəm, göstərərəm. Deməli, indi keçim D qrupuna düşdünüz. İndi deyəcəm D qrupunu niyə çox tələbə istəmir. Başda mən də istəmirdim D qrupunu. Çünki D qrupu bir semestrlik bir proqram olduğu üçün siz birinci semestri bitirdikdən sonra ikinci semestrə artıq əsas təhsilə başlayırsınız və əsas təhsilə başladığınız zaman elə ikinci semestrdən başlayırsınız. Yəni sizin əsas təhsilinizi, məsələn, mən kommunikasiya dizaynında təhsil alıram və mənim birinci semestrim, həmən ixtisasın birinci semestri qalır yerdə. Oradakı 30 kreditim qalır. Yəni 5-6 dərs var və mən o dərsləri götürməliyəm. Onları götürməsəm məzun ola bilmirəm. Yəni 30 kreditim oradadır. Və mən nə edəcəm? İkinci semestrdən başlayıram. İkinci semestrin dərslərindən artıq başlayıram. Burada universitet yenə deyir ki, mən sənə şans yaradıram. Bu, məsələn, mən indi bitirdim semestri. Yanvarın 21-dən artıq spring semestri, yaz semestrinə başlayacağam əsas təhsil olaraq, Allahın izni xeyli bir şəkildə. Orada əgər mən semestr sonunda 3+ GPA yığsam, GPA da nədir? Qiymət şkalasıdır. 4 bal üzərindən aparılır. 4 GPA tamdır. Yəni bu 94-100 arası bir qiyməti göstərir. Onun xüsusi bir cədvəli var. Onu da yenə burada yerləşdirərəm. Sənə deyir ki, sənin GPA-n 3+ olsun, yəni 75+ olsun. Elə deyilir, səhv eləmirəmsə. Elə eşitmişdim mən. Yəni deyir ki, sənin GPA-n 3+ olsun. Mən sənə icazə verirəm ki, bir sonraki semestr bir dərsi pulsuz götürə biləsən. Yəni bu nə deməkdir? Mən ikinci semestr o 5 dərsimi götürürəm və o 5 dərsin ortalaması məndə 3+ GPA olursa, bir sonraki semestr, yəni 2026-nın payız semestri, sentyabrda başladığım semestrda mən əlavə olaraq bir dərs götürmə haqqı qazanırım. Məsələn, sentyabrda başlayanda mənim axı öz dərsim var, sentyabr semestri üçün ayrılmış. Atıram, məsələn, 4 dərsim varsa, mən
artıq bir dərs götürmə şansın var. Amma bu pulsuzdur da, yəni 3 plus olduğu zaman pulsuz olaraq götürmə şansın var. Amma deyək ki, 3 plus GPA olmasa və sən ümumiyyətlə, yəni ümumiyyətlə 3 plus GPA ümumiyyətlə yığmırsansa, sən məcbursan o dərsləri yay semestrində götürəsən. Və bu da pulludur və burada sizə baxmır ki, siz güzəştlə qəbul olunmusunuz, yoxsa məcburi köçkünsüz və yaxud da digər sosial güzəştlə qəbul olunmusunuz. Sizə heç bir nə baxmır. Yay semestri tamamilə pulludur. Bir dərsin qiyməti 550 manatdır. Əslində dəyişir. Məsələn, 6 milli ixtisasın bir fənni 550 manatdır. Və birinci semestrdə də 6 dərs var sizin götürməli olduğunuz 30 kredit tamamlamaq üçün. Belə. İndi başlayaq. D qrupunu bitirdikdən sonra ikinci semestrdə sizi nələr gözləyir? Deməli, məsələn, mən indi dekabrın 25-i bütün finallarımı verdim, tamamlandı. İndi biz qiymətlərin ümumi bir qiymət çıxmasını gözləyirik. Ümumi bir qiymət çıxdığı zaman əgər 100%-dən 73 ədəd ortada, yəni 3 fənnin ədədi ortası çıxır, ümumi bir qiymət. Əgər 73%-dən yuxarıdırsa, yəni 73 baldan yuxarıdırsa, onda mən artıq əsas təhsilə başlaya bilərəm. Bəs 73-dən yuxarı deyilsə, onda nə olur? Onda siz həmən proqramı yenidən götürürsünüz. Bəli. Yenidən götürürsünüz. Amma mən deməzdim ki, çox çətindir. Yəni D qrupu EYP-nin ən belə deyim, yuxarı qrupu olsa da çox çətin deyil, amma davamlı olaraq siz yəni aktiv olmalısınız dərsdə. Çünki sizin dərsdə iştirakınız belə sizə bal verir. Bu sadəcə EYP-də deyil, əsas təhsildə də belədir. Yəni bir çox müəllim participation qiymət olaraq götürür. Attendance qiymət olaraq götürür. Yəni sadəcə dərsdə iştirak edib dərsə gələrək 10 bal qazana bilirsiniz də. Digər imtahanlara da, məsələn, mən digər imtahanlara hazırlaşanda AI-dan yüksək səviyyədə istifadə eləmişəm. Dərs, imtahan vaxtı istifadə eləməmişəm, yəni imtahan vaxtı köçürməmişəm. Amma imtahana hazırlaşdığım müddətdə, məsələn, imtahandan bir gün qabaq oturub AI-la həmən dərsi üzərindən keçmişəm, qaydanın üzərindən keçmişəm və yaxud da sözlərin. Yəni, bir azca efor qoysaz, efor sərf eləsəz, onda həqiqətən keçirsiniz. Yəni, mən çox oxumamışam. Mənim yəni, abituriyent vaxtı da çox oxumurdum. Sadəcə biraz efor sərf etsəniz, həqiqətən də keçirsiniz. İndi gələk nə söhbətinə. D qrupu kimlər üçün uyğundur, kimlər üçün uyğun deyil, bunu deyil. Əgər siz dövlət sifarişi ilə AD Universitetindən qəbul olmuşsunuzsa, sizin C qrupuna düşməyiniz daha yaxşıdır. Çünki D qrupuna düşdüyünüz zaman siz ikinci semestrdən başlayırsınız əsas təhsilə və sizin bir semestrlik dərsiniz qalır və daha sonra o dərsləri tamamlamaq üçün hər dəfə 3 plus GPA yığmalısınız. Yəni, bu da hər zaman alınan bir şey deyil. Birdən elə oldu ki, 3 plus olmadı. Yəni, 0,1 bala bəlkə kəsildiniz. O dərs orada qalır. Düzdür. Yay semestrında götürə bilərsiniz, amma yəni hazır C qrupuna düşürsünüz. Hazır dövlət sizin yerinizə 5 il müddətində sizin təhsilinizin pulunu ödəyirsə, onda C qrupuna düşmək daha məntiqlidir. Həm pulunuz cibinizdə qalır, həm də ekstra bir efor sərf eləməyinizə ehtiyac qalmır. Amma onsuz da yəni əgər akademik səviyyədə hər zaman yüksək qiymətlər almağı planlayan birisinizsə, yenə də D qrupuna düşmək edə bilərsiniz, D qrupuna götürə bilərsiniz və yaxud da ümumiyyətlə EYP-ni vaxt itkisi olaraq görürsünüzsə, Duolingo, IELTS, TOEFL, yəni Duolingo ən qısasıdır. Sadəcə bir Duolingo sertifikat alaraq əsas təhsilə başlaya bilərsiniz. Amma mən yenə də tövsiyə görərdim ki, EYP proqramına qatılasınız, çünki hər şey çox qarışıq gələ bilər sizə. Registrasiya, digər müəllim seçimi, cədvəl qurmaq, durub hansı dərsləri götürmək, qaytarmaq, kimləsə dəyişmək, cədvəlin üst-üstə düşmək. Bunlar mənə görə həqiqətən universitetə başlayan kimi heç etmək istəmədim bunları. Həm də EYP-nin belə bir yaxşı cəhəti var ki, məsələn, mən EYP-də özümə
4 il boyunca universitetdə də qıraq böyük iddia ilə danışıram. Çox gözəl insanlar tanıdım həqiqətən. Yəni o qızlar mənim o deyir universitetin ilk günündən gözünüzdə tutursunuz bir insanı və bütün universiteti ilə ondan keçir. Elə dediyim insanlar oldu. Çox gözəl insanlarla tanışdım. Yəni müəllimlərlə, öncədən müəllimlər haqqında məlumatım olmuş oldu. Universitetə öyrəşdim. Yəni EAP tam olaraq siz EAP oxuduğunuz zaman sizi tam olaraq universitet tələbəsi kimi əslində saymırlar. Yəni elə şeylər vardı ki, biz deyirdik ki, EAP-yik, bizi biraz eləyirlər. İndi də EAP-nin müsbət tərəflərindən danışmaq istəyirəm. İlk öncə EAP-nin müsbət tərəfi odur ki, siz ingilis dili bilsəniz də, sizin bildiyiniz ingilis dili akademik deyil. Kurslara gedirsiniz, ora gedirsiniz, bura gedirsiniz, IELTS akademik deyil. IELTS-in writing-i, reading-i akademik deyil bunlar. Yəni EAP-də tam olaraq sizə bunu akademik şəkildə öyrədirlər və EAP-də iştirak etdiyiniz zaman, məsəl üçün, əsas təhsildə bir fən var, writing. 2 hissədən ibarətdir. Writing 1-i birinci semestr, Writing 2-ni ikinci semestr götürürsünüz. Burada sizin EAP-nin Reading Writing kursunda keçdiyiniz essələrin strukturları, qaydaları falan keçilir. Yəni EAP-ni qurtarmış, EAP-dən məzun olmuş biri həmən dərsləri götürərkən əsla çətinlik çəkmir. Su kimi gəlir, yəni oturur sadəcə təkrarlayır kimi bir şeydir. Amma məsələn, siz EAP-yə qatılmamışsınızsa və həmən dərsi götürürsünüzsə, onda çətinlik çəkə bilərsiniz. Yəni həmən Writing 1, Writing 2-nin instruktorlar belə EAP müəllimlərinə özləri etiraf edirlər ki, əgər EAP-dən gəlibsə bir uşaq, biz ondan yəni garantiləyirik ki, bu uşaq bilir. Yəni bu şəkildə yaxşıdır. Yəni EAP-nin birinci müsbət cəhəti sizə akademik şəkildə ingilis dili öyrətməkdir. İkinci müsbət cəhət odur ki, siz universitetə öyrəşirsiniz. Həqiqətən universitetə, belə deyim, şagirdlikdən tələbəliyə keçid yol kimi bir şeydir. Əsas təhsil tələbəsi deyilsiniz, General Education tələbəsi deyilsiniz, düzdür. EAP tam da belə ada tələbəsi kimi bir hissiyatı tam sizə vermir. Çünki genel tələbəsi olmaq məncə tamam başqa bir şeydir. EAP tələbəsi olmaq tamam başqa bir şeydir. Amma o ikisinin arası keçid kimi düşünə bilərsiniz bunu. Öyrəşmə dövrü kimi düşünə bilərsiniz və həqiqətən çox gözəl insanlar tanıyırsınız. Yəni öz təcrübələrimə əsaslanaraq deyirəm ki, çox gözəl insanlarla tanış oldum mən bu proqramda. Hətta yəni bir neçə dəfə də bunu demişəm ki, EAP-dən qazandığım bəlkə də ən gözəl şey elə həmən insanları tanımaq oldu. Buradan Zeynəbə, Nigarə, Leylaya, digərlərinə buradan salamlarımı göndərirəm. Biraz veriliş demişəm kimi çıxdı, amma olsun. Yəni belə. Məncə D qrupu digər qruplara nəzərən mənə görə daha yaxşıdır. Çünki sizin həm proqramı daha tez bir şəkildə bitirirsiniz. Digər proqramlar 1 illikdir. Yəni 1 il EAP oxumaq mənə görə zülümdür. Çox açıq danışacağam. Mən sentyabrda başlayıb dekabrda bitən bu qısa proqramda belə, yəni elə olurdu ki, bezirdim. Yəni bəzən sıxıcı gəlirdi, yalan deməyəcəm. Təbii ki də bunu maraqlı eləyən müəllimlər olur və öz qrup yoldaşlarınız olur. Onun əksində dərslər elə də maraqlı deyil. Yəni sizə durub belə wow dərslər keçilmir. Bildiyiniz oturursunuz, essay yazırsınız və müəllim səhvinizi qeyd edir. Üst-üstə səhvlər olur. Siz o səhvlərdən öyrənirsiniz. Amma belə ümumi olaraq onu deyə bilərəm ki, çətin deyil. Çətin deyil. Əsla çətin deyə bilmərəm bunu. Çünki EAP proqramında ingilis dili öyrənirsiniz. Nə qədər çətin ola bilər ki? Sadəcə efor qoymalısınız və davamlı olaraq özünüzü inkişaf elətdirməlisiniz. Çünki çətin olan cənnətdə olandır. Mən çətinin olduğuna inanıram. İndi inşallah yanvardan görəcəm. Nə dərəcədə çətini, nə dərəcədə asandır. Bununla bağlı video çəkəcəm. İndi keçək nəyə? İndi bir də bunu vurğulamaq istəyirəm. Əgər siz A, B
və yaxud da C qrupuna düşmüsünüzsə və 1 il ərzində oxumaq istəmirsinizsə, 2 semestr oxumaq istəmirsinizsə, D qrupu kimi 1 semestr ərzində bitirmək istəyirsinizsə, burada da yenə ilin başında verdiyiniz IP exam, onun kimi bir exam təşkil olunur sizin üçün. Bu elə dekabr ilin başında verdiyiniz imtahanla, səhv eləmirəmsə, eyni bir imtahan dekabrda təşkil olunur. 50 manat ödənişi var hal-hazırda. Bilmirəm gələn il artarmı, azalarmı? Yəni hal-hazırda olan qiyməti deyirəm, 50 manat təşkil eləyir. Siz həmin imtahana girirsiniz. Əgər imtahanda 60 baldan yuxarı yığsanız, sizə icazə verirlər. Yəni həmin kursu bitirməsəniz belə, 2 semestr bitirmiş olmasanız belə, sizə imkan yaradırlar ki, tamam, sən məcbur deyilsən bu proqramı bitirməyə. Əgər bu imtahanda 60 bal keçdinsə, buyur, keç əsas təhsilinə. Yəni belədir. Məncə başqa heç bir qeyd olunmalı məqam qalmadı. Əgər ağlınızda hələ də müəyyən suallar varsa, bu sualları şərhlərdə qeyd etməyi unutmayın. İzlədiyiniz üçün təşəkkürlər. Digər videolarda görüşənədək.